Aha, deməli 3-cü sinif bölümü 2 ilə davam edəcəyik. Baxaq. Mən bir oxuyub tələffüz eləyəcəm. Çalışın ki, diqqətlə qulaq asın mənə. Mikrofonlarınızı bağlı saxlayın, sual verəndə aktivləşdirərsiniz. Okay, let's begin. Başlayaq. Stand up. Stand up. Ayağa qalxmaq, ayağa durmaq. Sit down. Bunun sinonimi take your seat də var. Bəzən məsələn take your seat də deyə bilirik, sit down da deyə bilirik. Bu olacaq əyləşmək. Listen. Burada məsələn t hərfi var, diqqət edirsiniz. Bunu biz tələffüz eləyən zaman istifadə eləməyəcəyik. Olacaq listen, dinləmək. Look. Buradakı fonetik qayda nədir? Qoşa o-dan sonra k və yaxud da k hərfi gəlirsə, k səsi gəlirsə, burada uzun tələffüzə ehtiyac yoxdur. Olacaq look. Hərsəniz burada PDF-də double u verib, ehtiyac deyil bu. Bu sadəcə look deyə tələffüz olunacaq, baxmaq. Say, söyləmək. Read. E və A hərfləri yanaşı gələndə uzun i səsini verir. Ona görə onu oxuyacağım. Read deyə. Write, yazmaq. Count, saymaq. Touch, toxunmaq. Məsələn, bəzən elə yerə gedərsiniz ki, turist kimi. Orada hər hansısa bir, məsələn, muzeyə getmişsiniz, hardasa gəzirsiniz xarici ölkənin birində, orada yazır ki, don't touch. Don't touch nədir? Toxunmaq olmaz. Sonra, open, açmaq. Məsələn, bəzən mağazalarda falan görə bilərsiniz. Qarşısında yazır open, yəni açıqdır. Bir neçə mənaya gəlib çıxır. Daha sonra davam edirəm. Walk. Burada E və L hərfləri, A və L hərfləri, yəni yanaşı gələndə uzun O səsini verəcək. Olacaq walk. Gəzmək. Söhbət piyada gəzməkdən gedir. Close. Close bağlamaqda var. Sonra close bağlıdır mənasına da gəlir və close sözünün yaxın mənası da var. Tutalım ki, demək istəyirəm ki, o mənim yaxın dostumdur. Deyəcəm, he is my close friend. O mənim yaxın dostumdur. Dərəcədə buradakı close friend-i bağlı dost deyə tərcümə eləməyəcəm. Yerinə görə, məqamına görə sözlər dəyişir, leksik mənası. Sonra shout, qışqırmaq. Eat, yemək. Deməli, burada E və A hərfləri yanaşı gəlirsə, bir daha uzun i səsini alacaq. Olacaq nə? Eat, yemək. Sonra keçdik Unit 3. Tummy, qarın. Arms, qollar. Hands, əllər. Legs, qıçlar. Feet. Bu legs bilirsiniz də, ayağın yuxarı hissəsidir, but hissəsi. Feet, burada double E var, uzun i, olacaq ayaqlar. Head, baş. Eyes, gözlər. Hair, saç. Eyebrows, qaşlar. Ears, qulaqlar. Teeth, dişlər. Chin, çənə. Deməli, təkcə diş demək istəsəm, olacaq tooth. Qoşa E-ni qoşa O ilə əvəz eləyəcəm. Olacaq tooth. Tooth desəm, söhbət olacaq bir dişdən gedir söhbət. Lakin teeth desəm, olacaq dişlər. Sonra Unit 4, yəni bölmə 4 üçün davam edirəm. Burada da görürsünüz ki, peşə və ixtisas adlarıdır. Sənət peşə adları. Baxaq. Doctor, həkim. Nurse. Burada U və R birləşəndə Ö səsini verir. Nurse. Dentist. Teacher. Firefighter. Police officer. Polis sözü həmişə cəmdədir. Yadınızda saxlayın bunu. Lakin desəm ki, polis məmuru, bir nəfər polis məmuru. Polis sözünün yanına hər hansısa bir policeman, police officer, police woman, police car, police clerk, hər hansısa bir əlavə bir söz gələrsə, bu zaman polis sözünü təkdə götürə bilərsiniz. Söhbət yanına gələn sözdən gedirsə. Yox, polis sözünü tək gördünüzsə, qətiyyən heç vaxt heç yerdə yazmayın ki, polis.
A police deyə ifadə yoxdur. Ola bilər ki, a police officer olar, ola bilər ki, a police man olar, ola bilər ki, a police woman, a police car, a police clerk. Bu şəkildə olacaq. Sonra with yazılan, bu adi bizim v ilə, bildiyimiz v ilə yazılan, bu baytar deməkdir. Bir dənə də belə söz var, o da with oxunur. Sadəcə oradakı v hərfi deyil başlayan w hərfidir. W-E-T yazılan yaş nəm deməkdir. Nəmli salfetkaların üstündə yazır wet towels. Alanda diqqət eləsəz görərsiniz orada. Oradakı W ilə yazılan yaş nəm deməkdir. Lakin bizim adi V hərfi ilə yazılan, bizim V ilə olan o baytar deməkdir. Sonra pilot. Təyyarə sürən pilot. Sonra happy helpers. Happy helpers. Şən köməkçilər. They love their work. They love their work. Onlar işlərini sevirlər. Chef. Aşpaz. Singer. Müğənni. Scientist. Alim. Artist. Rəssam. Actor. Aktyor. Firefighters, yanğın söndürənlər. Unit 5, bölmə 5. Elephant, fil. Lion, şir. Hippo, begamot. Giraffe, zürafə. Crocodile, timsah. Bat, yarasa. Timsahın bir dənə alligator versiyası da var. Onu 2-ci sinifdə keçmişdi, yadınızdadısa. Alligator da var, crocodile da var. Hər ikisi timsah deməkdir. Bat, yarasa. Sloth, tənbəl heyvan. Monkey, meymun. Fat, kök. Thin, arıq. Big, böyük. Small, balaca. Fast, sürətli. Slow, asta, yavaş. Məsələn, orada asta yavaş ifadəsində tutalım ki, kiməsə demək istəyirsiniz ki, sürəti aşağı salın. O zaman istifadə edəcəksiniz slow down, yəni sürəti aşağı sal. Məsələn, yerinə görə ifadə dəyişir. Daha sonra burada nə var? Keçdik indi elm fən adlarına. Əslində, buradakı heyvan adlarının əksəriyyətini bilirdiniz. Aha. Unit 6, bölmə 6. Burada nəyə baxırsınız? Bunların biraz fərqli məqamları var. İndi onları deyəcəm sizə. Məsələn, maths, riyaziyyat, English, ingilis dili. Məsələn, burada maths bəzi yerlərdə verir, bəzi yerlərdə də mathematics yazır. Onun hər ikisi də riyaziyyat fənni deməkdir. Maths, mathematics. Məsələn, tutalım ki, mən sizə deyirəm mathematics, gedib mətndə kontekstdə görərsiniz maths versiyasını. Lakin ikisi də eyni mənanı gətirir, verir, riyaziyyatdan gedir söhbət. Sonra English. Bir də çalışın ki, bunların vurğularına diqqət yetirəsiniz. Hansı hissədə vurğunu necə tələffüz edirik? Məsələn, hansı heca daha qüvvətli səslənir? Ona maksimum diqqətli olun. Science. Həyat bilgisi, təbiət şünaslıq. İndi aşağı siniflərdə həyat bilgisi keçirsiniz, yuxarı siniflərdə təbiət, daha sonra isə kimya, coğrafiya bunları əvəzləyir. History, tarix. Geography, bax tələffüzə baxın, geography. Coğrafiya. Music, musiqi. Art, bunu niyə art deyə oxuyuruq? Çünki burada A və R hərfi yanaşı gələndə, yəni E və A hərfləri yanaşı gəlsə, burada uzun A səsini eşidəcək, olacaq art. Gym, idman. Sonra writing, yazmaq. Bayaq dedik, to write yazmaqdır. Writing, məsələn, writing skills deyirik, yazı bacarıqları. Reading skills deyirik. Sonra məsələn, writing comprehension deyirik. Bunlar hamısı yazı yazmaq bacarığı, o mənaya gəlib çıxır. Söhbət məsələn, hal-hazırda yazıram mənasına gəlmir. Ola bilər, məsələn, siz bunu davamiyyətcə zaman formasında görərsiniz. To be feili ilə birləşər. Məsələn, demək istəyirsiniz ki, mən hal-hazırda yazı yazıram. I'm writing now deyirsiniz. Bu zaman indiki davamiyyətcə zaman forması düzəlir.
Bu da o deməkdir ki, iş hal-hazırda icra olunur, yəni görülür bu iş. Sonra singing. Bax, bu singingdir. Var thinking. Bu singing olan adi s ilə tələffüz edirəm. Söhbət gedir mahnı oxumaqdan. Məsələn, deyirəm ki, sing a song. Mahnı oxumaq. Bir də var deyirəm ki, I'm thinking about it. Mən bunun haqqında düşünürəm. Oradakı tələffüz olunan S, S səsi biraz kar versiyasındadır. Yəni, biz ona pəltək səs kimi deyirik. Oradakı tələffüzlə bu tələffüz bir-birinə oxşuyur. Çalışın ki, düzgün versiyada fikrinizi çatdırın. Məsələn, siz demək istəyirsiniz ki, mən mahnı oxuyuram hal-hazırda. Qarşı tərəf səhv tələffüzə görə düşünər ki, siz sanki demək istəyirsiniz, mən hal-hazırda fikirləşirəm. Yəni, tələffüz çox şey dəyişir. Drawing, rəsm çəkmək. Bu, konkret olaraq necə rəsm çəkməkdir? Məsələn, karandaşlar vasitəsilə hər hansısa bir şəkili çəkərsiniz vərəqə. Bu drawingdir. Amma take a photo desəm, söhbət gedəcək hər hansısa bir elektron cihaz vasitəsilə çəkilmiş, qeydə alınmış şəkildən. Sonra reading, writing and reading. Yazmaq və oxumaq. Söhbət gedir kitab oxumaqdan. Mahnı oxumaq demək istəsəm olacaq singing, kitab oxumaq desəm olacaq reading. Bax, bunlar arasında fərq var. Sonra nəyə fikir verirsiniz? Playing soccer. Soccer Amerikan futbolu kimi təqdim olunur. Amma məsələn, bizim adi bildiyimiz sıradan futbolda biz ora futbolda yaza bilərik. Heç bir fərqi yoxdur. Sadəcə olaraq burada soccerda onların özünə məxsus xüsusi geyimlər olur. Başlarında xüsusi dəbilqələr. Və müəyyən küncdən küncə hərəkətlər olur. İndi onların öz qaydası var. Bu olacaq playing soccer. Üzrü sayın. Sonra keçirik doing experiments. Doing experiments. Təcrübələr aparmaq. Məsələn, kimya dərsində, təbiət fənnində siz müxtəlif reaksiyalar apara bilərsiniz. Orada da, təbii ki, fizikada da var bunlar. Məsələn, müəyyən maddələrin mübadiləsi gedir. Orada eksperiment apararsınız, yəni təcrübə apararsınız. Aha, keçdi bura. Unit 7. Dərs 7-də. Hospital. Tələffüzə fikir verin. Hospital. Xəstəxana. School. Baxın, burada qoşa o var, lakin k hərfi və yaxud da k hərfi səsi yoxdur. Deməli, burada tələffüz uzun olacaq, bəli. Olacaq school, məktəb. Park. Deməli, a və r yanaşı gələndə uzun a səsini verir. Olacaq park. Supermarket. Supermarket. Super sözü bu arada yeri gəlmişkən deyim, bu şəkilçidir, söz deyil. Bəzi abituriyentlərdə və yaxud da şagirdlərdə fikir yaranır ki, super sözü sözdür. Xeyr, bu şəkilçi kimi qəbul olunur. Olacaq supermarket. Bookstore. Library. What's the differences between bookstore and library? Deməli, fərqləri nədir? Kitab mağazası, bir də var kitabxana. Aha, deməli, bookstore deyirəmsə, kitab mağazası. Həmin bu kitab mağazasından siz müəyyən məbləğdə vəsait ödəyərək, yəni pul ödəyərək, oradan kitab əldə edirsiniz. Yəni, həmin kitab sizdə daimi olaraq qalır. Hardan ki, siz pul ödəyib kitab alırsınızsa, ora olur kitab mağazası. Lakin, library deyilən bir ifadə var. Bu da nədir? Kitabxana. Burada söhbət nədən gedəcək? Tutalım ki, siz məktəbin kitabxanasından istifadə edirsiniz. Orada sizə xüsusi anket açılır. Həmin o anketdə siz artıq mütəmadi olaraq kitabxananın daimi oxucusu olursunuz və kitabxanada sizin həmin kitabı bir həftəlik, 10 günlük, indi müəyyən kitablar var ki, oxunma qaydası, oxunma günü müəyyən şərtlər daxilində formalaşır. Məsələn, ola bilər ki, hər hansısa bir əsər aparmısınız, bir neçə cilddən ibarətdir. Məsələn, birinci cild digərlərindən daha yüngül versiyadadır, yəni tez oxunması əmələ gəlir. O zaman sizə, məsələn, bir həftəyə o kitabı müvəqqəti olaraq verirlər. Və siz həmin kitabı kitabxanaya mütləqdir ki, vaxtında qaytarasınız. Gecikdirən hər hansısa bir şagird və yaxud da
Məsələn, ola bilər ki, kitabxana sırf məktəb daxilində deyil. İndi böyük şəhərlərdə falan adətən şəhər kitabxanaları olur böyük şəkildə. Tutalım ki, universitetdə oxuyan hər hansısa bir tələbə, indi inşallah universitetə gedəndə görəcəksiniz özünüz. Orada tələbə olanda tələbə şəhərciyində də. Məsələn, şəhər kitabxanası da var, universitetin öz daxilində də var. Orada da yenə eyni qaydada siz verilmiş mövzunu axtarıb həmin kitablardan tapa bilirsiniz. Və yerindəcə oturub kitabdan qeydlər apara bilirsiniz. Və bir dənə də fərqi deyim sizə. Library olan yerdə, yəni kitabxana olan yerdə siz qətiyyən ümumiyyətlə kitaba hər hansısa bir kənar müdaxilə eləmək qəti qadağandır. Yəni onu hər hansısa bir müdaxilə eləmək, korlamaq, bunlar hamısı qadağan olunmuş qaydalardır kitabla bağlı. Library-dən alınan kitab geri qaytarılır. Bookstore-dan alınan kitab isə artıq sizin özünüzün şəxsi kitabınıza çevrilir. Və siz bunu istədiyiniz müddətdə evdə rahatlıqla saxlaya bilərsiniz. Lakin kitabxanadan, yəni library-dən alınan kitab mütləq qaydada verilmiş kitabı, məsələn, 3 günə verilibsə, 3 gündə də qaytarmalısınız. Bu belə. Sonra movie theater var. Kinoteatr. Teatr da var, kino da var, kinoteatr da var. Bu movie theaterdir. Yəni kinoteatr versiyası. Teatr səhnəciyində xüsusi cihazlar vasitəsilə, məsələn, proyektor vasitəsilə orada hər hansısa bir kino sizə təqdim olunur. Bu olur kinoteatr. Amma məsələn, tutalım ki, ancaq theater desək, orada xüsusi aktyor və aktrisalar iştirakı ilə sizə, məsələn, tutalım ki, nağıl qəhrəmanları canlandırılır. Sinema versiyası da var. Movie ilə sinemanı biz adətən sinonim götürürük. Yəni, eyni dərəcəli sözlər kimi baxarıq. Sonra, burada var firehouse. Firehouse, fire yanğındır, house evdir. Quruluşuna görə mürəkkəb sözdür. Çünki ən azı 2 söz birləşib burada. Nəyə diqqət edirsiniz? Bu, yanğın söndürmə məntəqəsidir. Bəzən düşünürlər ki, yanan evdir. Xeyr, bu yanan ev demək deyil. Bu, yanğın söndürmə məntəqəsidir. Diqqətli olun o sözdən. Baxdınız, yanğın söndürmə məntəqəsi. Okay. Sonra, cafeteria, yeməkxana. Deməli, cafeteria yeməkxana deməkdir. Bu, bufetdən fərqlidir uşaqlar. Məsələn, inkişaf eləmiş, yaxşı samballı məktəblərdə orada şagirdlər üçün xüsusi yeməklər də hazırlanır. Yəni, sırf nahar fasiləsində istifadə olunması üçün yeməklər təqdim olunur. Amma bufet anlayışı biraz, belə deyək də, yığcamdır. Sonra, burada lake ifadəsi var. Söhbət göldən gedir. Sonra, Hell's Lodge. Hell's Lodge. Səhiyyə ocağı. Sonra, burada var pool, hovuz. Bunun, məsələn, bir dənə də versiyası var. Rastınıza gələcək. Swimming pool, üzgüçülük hovuzu. To swim, üzməkdir. Swimming, üzgüçülükdür. Lakin demək istəsəm ki, üzgüçülük hovuzu olacaq swimming pool bu şəkildə. Boat house, qayıq məntəqəsi. Boat house, qayıq məntəqəsi. Sonra cabin, kabindir, yəni qapalı bir məkan. Hansı ki, biz orada məsələn istirahət edə bilərsiniz. Və yaxud da ki, kabin, tutalım ki, gəzintiyə gedirsiniz. Su üzərində gəzintidə orada kabin versiyası var. Yəni qapalı versiya deməkdir o. Sonra Unit 8, 8-ci bölmə. Sunny. Deməli, yadımızda nəyi saxlayırıq? Bu yığ şəkilsinə diqqətli olun. Görürsünüz, burada yığ şəkilçiləri var. Bu yığ şəkilçisinin bir neçə funksiyası var. Biz indi tanış olacağıq. İsimə artırılan yığ şəkilçisi. Bu nəyə xidmət edir? Əgər isimin sonuna yığ şəkilçisi əlavə eləsəm, bu çevrilib olur sifət. Məsələn, deyirəm sun. Günəş. Lakin günəşli demək üçün olacaq sunny.
Sonra bəzi qaydalar var ki, burada məsələn n, m, l, b, p bu kimi hərflər, səslər ola bilər ki, söz sonunda özünə şəkilçi artıranda artıq qoşalaşma prosesi baş verir. Belə sözlərdən biri də günəşli sözünü yazarkən sunny sözündə rastlaşacaqsınız. Sunny, günəşli. Cloud, bulutlu. Cloudy, bulutlu. Wind, külək. Windy, küləkli. Gördünüz, burada bir dənə y şəkilsi gəldi və ismi sifətə dəyişdi. Snow, qar. Snowy, qarlı. Deməli, buradan ümumi bir nəticəyə gələ bilərik ki, kimi mikrofon aktivdirsə bağlasını xahiş edirəm, xışıltı gəlir oradan. Deməli, belə bir nəticəyə gəlirəm ki, isimdən sifət düzəldən y şəkilcisi adətən hava şəraiti ilə bağlı olan sözlərə əmələ gətirməyə xitab eləyir. Yəni, bunun əsas funksiyası nədir? İsimdən sifət düzəltmək və necə sualına cavab verdiyi təqdirdə hava şəraiti ilə bağlı olan sözlərə əmələ gətirir. Sunny, cloudy, windy, snowy. Bu şəkildə. İndi keçək, məsələn, hot, isti. Hər hansısa bir xüsusi tələffüzə ehtiyac yoxdur. Sonra cold, soyuq. Warm, mülayim. Bəzən warm sözünə də isti yazırlar. Hot sözünə də isti yazırlar. Gəlin bunlar arasındakı fərqə baxaq. Hot, məsələn, tutalım ki, hava hərarəti 35 dərəcədir. Buna mən deyəcəm hot. It's hot today. Bugün hava çox istidir, yəni həddindən artıq istidir. Bir də var, məsələn, bayıra çıxırsınız, yaz havası. O qədər də adamı qıcıqlandıracaq dərəcədə isti deyil. Məsələn, temperatur 25 dərəcə falandır. Yəni, oradakı istiliyi mən nümayiş eləyəndə deyəcəm, it's warm today. Bugün hava mülayimdir, xoşdur. Bir də var, məsələn, 35 dərəcə hava şəraitində biz hərəkət eləməyimiz təbii ki, çətinlik yaradır. Ona görə orada olacaq hot. Sonra, fəsillər haqqında biz keçən dərs öyrəndik. Mən qoy bir dənə baxım, görüm sizə fəsillər haqqında yazmışam. Yazmamışamsa, indi fəsillər haqqında yazacağım sizə qeyd. Onu da göndərəcəm. İndi geri dönüş edəcəm ora. Məsələn, fəsillər başlayır yaz, yay, payız, qış. Bu ardıcıllıqda fəsillər gedir, düzdür? Və hər bir fəsilin də özünün aid olduğu xüsusi 3 ay olur. Yəqin ki, bilirsiniz bunları. Deməli, summer, yay, spring, yaz, winter. Bax, buradakı W-nu tələffüz eləyəndə adi velosipedin V-sı kimi tələffüz eləməyin. Bu winter. Tələffüzə fikir verdiniz. W hərfini ümumiyyətlə tələffüz eləyərkən ağzımızda müəyyən bir gərilmə hiss edirik. Yəni, dodaqlar kənara gərilərək çəkilir. Winter. Qış. Sonra E hərfindən sonra 2 L gəlirsə uzun O səsini verir. Olacaq fall. Payız. Payız sözünün bir dənə də sinonim var. Olacaq autumn. Bax, bir daha təkrar edirəm. Payız sözünün 2 versiyasını görə bilərsiniz. Fall, autumn. Autumn yazılır yazılışı. Fall, autumn. Hər ikisi payız deməkdir. Bir də bu fall sözünün feil kimi mənası var. Fall, feil olanda olacaq düşmək. Məsələn, fall down, yıxılmaq. Artıq down sözünü ilə birləşdi, başqa bir leksik mənaya gəldi, çıxdı. Məsələn, fall feili düşmək, yıxılmaq mənasına gəlmə, fall, flew, flown mənasına da gəlir. Keçmiş versiyası da var. Yəni, sizin burada gördüyünüz fall isim versiyasındadır. Nitq hissəsi isimdir. Və isim olduğu təqdirdə tərcüməsi olacaq payız fəsli. İsim versiyası tamam başqa mənadır. Feil versiyası tamam başqa mənaya gəlir. Çıxır, ehtiyatlı olun. Morning, səhər, evening, axşam. Aha, bu PDF-dən bir də mən sizə baxım görüm orada qeyd neyləmişəm. Bir dəqiqə.
Yaxşı. Deməli, indi nə öyrənəcək? How many seasons are there in a year? Tak, deməli, nə oldu? How many seasons are there in a year? Bunun tərcüməsi olacaq ki, bir ildə neçə fəsil var? Bax, sualı belə verəcəm. Bir ildə neçə fəsil var? Question mark şəhədə düşdü bura. Copyright stavить. Okay. Sualı verdik, nə gözəl. İndi gedək görək cavabını necə alıram. There are 4 seasons in a year. Deməli, bir ildə 4 fəsil var. Belə. How many seasons are there in a year? Bir ildə neçə fəsil var? There are 4 seasons in a year. İndi gəlin sizə digər sual versiyalarından öyrədim. Məsələn, tutalım ki, kiməsə peşəsini soruşmaq istəyirəm, düzdür? Sual vermək istəyirəm ki, tutalım ki, kiməsə sual verirəm ki, sənin ananın peşəsi nədir? Vay. İngilisində dəyişməmişəm, onu da yazaram elə. Baxın, quzular. Deməli, soruşacam. What is she? Bax, iki cür sual var. Who is she də var. What is she də var. Maksimum diqqətli olun. Bu nə deməkdir? Burada deyirəm ki, o nəçidir? O nəçidir? Və ya mən bu sual işarəsindən bugün heç yola getməyəcəm deyəsən. O nəçidir? Onun peşəsi nədir? Cəbdən vıstavit verəndə gələcəkmi? Gələcək. Allah. What is she? O nəçidir? Onun peşəsi nədir? Gördünüz? What is she? Diqqətiniz burada olsun. İndi cavab verəcəm. She is a doctor. Gördünüz? Peşəsini dedim. O həkimdir. Deməli, quzular, what is... Mənim doktor həkim. Aha. Deməli, what is she deyəndə təəccüblənməyin ki, söhbət nədən gedir, nə deməkdir? Nəçidir? Biri də var. Eyni quruluşda bir dənə də sual var. İndi onu da yazacağım sizə. Bir ilisi 9-ların imtahanına düşmüşdü. Uşaqların əksəriyyəti yaza bilməmişdi. Sadə sualdır, görürsünüz. What is she? O nəçidir? Yəni, buraxılış imtahanında çox belə qabarıq suallara da üstünlük vermirlər. Adi, standart suallardan müraciət edirlər, o da ki, sağ olsunlar. Pis günə qoyurlar. Who is she? Artıq buradakı who ilə olan sual olacaq. Necə? Burada cavab verirəm. O kimdir? Eləmi? O kimdir? İndi bunun cavabını verəcəm. She is my mom. O mənim anamdır. Yaxşı quzular.
Belə. Hocam orada başqa maraqlı nə vardı, mən sizə qeyd edeyim. Məsələn, gəlin tutalım ki, kiməsə sual verək. What's your favorite season? Sənin sevimli fəslin hansıdır? Belə bir sual verək. What's your favorite season? Sənin sevimli fəslin hansıdır? Tak, bizim vapachный знак niyə yenə getmir o tərəfə? Düzəldi. Yaxşı. İndi mən buna cavab vermək istəyirəm. Deyəcəm, my favorite season is. İndi kimin hansı fəsil xoşuna gəlirsə, onu yazaq. Məsələn, mən sevdiyim fəsil spring. Yaz havası. İndi sizin də hansı fəsildən xoşunuz gəlirsə deyə bilərsiniz. Mən yayda. Yay sevirsiniz? Mən. Sevimli fəslim yazdır. What's your favorite season? My favorite season is... Benim bir dənə yayda fərqli şey isti olmalıdır. Sən Allah, saatda da nə yay olacaq? Mən bir də qış sevirəm, qavurlarım. Nədir qızım? Mən bir də qış sevirəm, çünki qar olur. Nə bilim, hərən bir zövqü var. Əslində, ildə 2 fəsil görürük. Aralıq fəsillərlə bir yavaş-yavaş bizdən inciyib. Məsələn, bax, bədən üzvlərini belə, mən sinifdə də öyrənildən şey, uşaqlar ilə öyrədirəm. Tam ki, deyirik ki, show me your hands. Mənə əllərini göstər, əllərini göstərir. Məsələn, oyun kimi də oynayırıq da biz bunları. Show me your chin. Çənəni göstər, dişlərini göstər, qulaq, qaş, saç. Bu şəkildə oyun oynaya bilərsiniz. Show me your. Məsələn, show me your hands, show me your legs, show me your eyes, eyebrows, eyelash. Eyelash deməli kirpik olacaq. Eyebrow qaşdır, eyelash kirpikdir. Eye özü gözdür. Bir də eye apple var, göz alması. Var belə fərqli şeylər. Bir də pupil sözü var, şagird mənasında. O, göz bəbəyi deməkdir. O, buradan yazım sizə. Pupil sözünün 2 leksik mənası var. Bunun bir mənası şagird deməkdir. I'm a pupil deyirik. Ümumiyyətlə, ingilis dilində termin sahəsində çox belə həddindən artıq sözlərə üstünlük verirlər. Məsələn, pupil burada şagirddir, amma siz anatomiyada bədən üzvlərini keçəndə tanış olunur, görəcəksiniz ki, pupil göz bəbəyidir. Məsələn, eye apple göz almasıdır. Orada fərqli nüanslar var. Yerinə görə dəyişir. Sonra
Görüm başqa burada sizə maraqlı nə yaza bilərəm. Fəsilləri yazdım. Okey, bu qədər bəsdir. Bir dənə qalır sizin 4-cü sinifiniz. Bir dənə dərs kaydını dayandırım.